İtirilmiş İsmət. Allah məni öldürsün xanım. Nə olub? Kimsə sizi narahat eləyib? Əzildim bu yükün altında, ay Allah. Elə isə məscidə getməyin xanım. Məscidə getdim ki, bəlkə biraz yüngülləşim, ruhum dincəlsin. Amma cəmaatın baxışları yaman fikrə qərq elədi məni. Başım partlayır. Bura bax Reyhanə, sən bu günlərdə bir söz-söhbət eşitməmisən. Yox, yox xanım, yox. Nə söz söhbət? Bəs nəyə görə məhəllənin bütün adamları qaraqabaq olublar? Salam verirəm, könülsüz cavab qaytarırlar. Hal-əhval soruşursan, özlərini eşitməməzliyə vururlar. Sual verirsən, adamdan üz çevirirlər. İlahi, bu nə sirdir? Mən gic olub qalmışam. Ürəyimə min cür fikirlər gəlir. Qoyma ürəyinə pis fikir gəlsin xanım. Axı öz gözümlə görürəm Reyhanə. Məhəllə cəmaatının gözü mənə düşən kimi bir-birinin qulağına pıç nəsə deyib, barmaqla mənə işarə edib göstərirlər. Nə olub? Görəsən mən nə xəta eləmişəm? Yoxsa Şozəb nəsə danışıb? Biz kimə nə eləmişik? Bəlkə Santi Maria kilsəsi nəsə bir şayə yayıb? Nə olub axı? Niyə bu cəmaat mənə bir cür baxır? Görüm onları Allah kör eləsin xanım. Səni gözləri götürmür. Niyə? Mən axı kiməsə pislik eləməmişəm. Bu saat üzərlik yandıraram, yumurta sındıraram. Qoy nə qədər dərdi bəla var, hamısı düşmənlərimizin canına düşsün. Reyhanə, Bəli xanım. heç olmasa sən mənimlə düz ol. Lazım deyil üzərliyi yandırıb yumurta sındırasan. Əgər nəsə eşitmisənsə məndən gizlətmə. Allah məni kör eləsin xanım. Allah məni lal eləsin. Bilaldan eşitdim. O da öz ağasından eşidib ki, İbn Ziyad müqavvadır. Küfənin əmri Şozəbdir. İbn Ziyad ondan icazəsiz su belə içmir. Elə bu? Xeyr mənim xanımım. Bilal ağasından eşidib ki, siz ağamın adından məscidə casusluq eləməyə gedirsiniz. Deməli bugün Ələvi qadınlar ona görə mənə gözlərinin ucu ilə baxıb, ardarası kəsilmədən hey münafiqlərə lənət göndərirdilər. Bilal öz ağasından eşidib ki, siz və ağam İbn Əqilin başını suya salıb onu boğmaq istəyirsiniz. Yəqin Bilal öz ağasından eşidib ki, mənlə Şozəb İbn Əqili boğandan sonra Hüseynin başını da kəsəcəyik, hə? Allah məni öldürsün xanım. Bilal bunların hamısını ağasından eşidib. Allah Bilal'ın ağasının sinəsini dağlasın. Allah onun dilini damağına yapıştırsın. Allah onu öldürsün ki qonşuların qeybətini qılır. Bilal bunların hamısını mənə danışanda onun üzünə tüpürüb dedim ki, əgər kişisənsə get bunları ağana çatdır. Sakit ol Reyhanə, sakit ol. Mən də əgər Bilal'ın ağasının yerinə olsaydım, belə danışardım. İndi isə qal, üzərlik yandır, yumurta sındır. Bu niyyətlə ki, ağanın ağlı başına gəlsin. Tezliklə Küfə xəzinəsini tərk eləsin. Baş üstə xanım. Reyhanə, Bəli xanım. bugün heç bizim bu körpəmiz üçün şeir oxumamısan. Oxuyum. Yatmayıb ki. Bilmirəm, özümdən soruş. Gözəl gülüm, şirin balam, qara gözlüm, yatmamısan. Hə? Tarap turup vurursan. Nə olub sənə, can balam? Axı səni çox sevirik. Şirin şəkər gül balam. Mışıl mışıl yatırsan, hər arzuna çatırsan. Dayan! Dayan sana deyirəm! Bağışla məni ağa! Dayan! Bağışla məni ağa! Keç taksırımdan! Keç Dayan taksırımdan demirəm! Ağa bağışla məni! Ben sana ne demiştim? Dememiştim ki tek koyma geçsin! Benim sözümden niye çıkırsan? Kudurmuşsan! Bırak onu gel Senin beni vur. derini Onun soyarım. təqsiri yoxdur. Tüke Bırak tüke onu seni Şozəb. doğrayacağım. Günahı yoxdur, bəsdir. Sana ne demiştim ha? Vurma kızım. Ne tapşırmıştım sana ha? Tapşırmışsınız ki xanımın yanına Tar necə deyirəm sənə. eləsəmiyim. Bas niye kulak asmadın? Niye geçmedin? Ağa qurban olum. Xanım özü icazə deyirəm. Senin de Sənə. Allah'ından oldu ha? Allah Şozəb, onun öldürsün günahı beni, yoxdur, yalan bəsdir. danışıramsa.
Sən əzizlərin canına Şozə, verirəm ağa, bəsdir vurma. tutar. And olsun Allaha qapını açmasan. Qarnımda olan bu körpəylə bir gözümü qapıya çırpacağım. Aç qapını ay vəhşi, aç qapını. Allah sənə zülkəm elə, Allah zülkəm. Tüpür. Ne de yanmışsın tüpür üzüme. Bərək Allah sənə. Sübut elədin ki, bu evin kişisi sənsən. Mənim əzizim, söz verirəm ki, bu evdə sənə dəyən birinci və axırıncı şallaqdır. Ağanın ağlı başından çıxıb, özündən bir xəbərdir. Bu da bizim çıxdığımızdəndir. Bir vaxtlar ağa evə gül dəstələri ilə gələrdi. Bundan sonra şallaqla gələcək. Aşıqın gözündə şallaq gülün tikanı kimidir. Niyə özünü həbs eləmisən? Məndən küsmüsən? Lap yaxşı. Küs, dava elə, çığır, bağır, sındır. Vuran əlindəki var. Kötəklə, amma bir sözdür. Məscidə getməyim və Reyhanəni özümlə aparmamağım bir bəhanədir. Elə deyil. Mən məscidə getmişdim Şozəb. Bu sənin müsəlmançılıq inancına görə günahdır. Yəqin ərəbli inancına görə qadın gərək evdən çölə çıxmamalıdır. Bundan sonra xanənin işin olub evdən çölə çıxmaram. Pəncərələri bağlayaram, pərdələri çəkərəm ki, ayın və günəşin işığı məni görməsin. Hə? Kifayət qədər bədgümanlıq və pis xəyallar canımı boğazıma yığıb. Bugün bir yüklə məscidə gedib 100 yüklə qayıtmışam. Hiss edirəm ki, başım şişib. O qədər şişib ki, az qalır başım partlasın. Sən də bu acığınla, sükutunla məni dəli eləmə. Bu mehribansızlıq nədəndir? Bu bədgümanlıq nədəndir? Niyə belə bədbinsən? Sən o qədər qorxaqsan ki, hətta danışmağa belə cürətin çatmır. Qorxaq. Qorxaq adamın əlindən hər nə desən gələr. Qorxaq adam özünü müdafiə eləməyin yerinə özünü yaralayar. Qorxaq hər şeyə aldanar, hər şeydən şübhələnər. Qorxaq zəif və iradəsiz adamdır. Dediğin qorxaq, iradəsiz, ələyğişkəş Şozəb bugündən özünə təzə bir ləqəb tapıb. O qızıl pərəz Şozəb adı ilə tanınıb. Bilirsən bu nə deməkdir? Yəni arvadım qızıldı, namusum qızıldı, şərafətim qızıldı, dinim qızıldı, Allahım qızıldı. Mən qızıl pərəstəm, namus pərəst yox. Mənim fərmanlığım yalnız xəzinədarlıqdır. Amma evimin içində heç kimin yanında belə sözüm keçmir. Arvadımın yiyəni boşdur. Ürəyi nə istəyir onu da eləyir. Hər gün çadrasını çəkir başına, gedir öz ələvi oyunlarının dalınca. Bu nə gülünç sözlərdə danışırsan? Deməli belə çıxır ki, çadıra geyinən və əlinin şiyəsi olan bütün qadınların ərləri bir qeyrətdirlər. Maria, sən başqalarından fərqlənirsən. Sən mənim arvadımsan. Sənin ərin Yezidin xəzinədarıdır.
Təəssüf ki, şiyələrin onsuz da sənin rahibə olduğuna görə mənim barəmdə söz-söhbət yaratmağa kifayət qədər bəhanələri var. Sən gərək heç kəsə ipucu verməyəydin. Nə ipucu Şozəb? Mən öz şəri təklifimə əməl eləmişəm. Şər'i təklif, şər'i təklif. Bura bax, sən gəl şəriətin bu hökmünə əməl eləmə. Günahım mənim boynuma, şəri cavabı mənim boynuma. Get-gedə Yezid tərəfdarlarına oxşayırsan. Yaramın üstünə duz səpirsən, hə? Səp. Yaxşı, get, yapış öz ələvi eşqindən. Amma bədxahlarımın ağzını yummaqda məndən təvəqqən olmasın. Bugün qızılpərəs ləqəbini adıma qoşublar. Mümkündür ki, sabah bundan da pisini adıma qoşsunlar. Əgər sən istefa verib çıxsaydın, indi bizim dalımızca bu qədər söz-söhbət deyilməzdi. İstefa! Bu lənətə gəlmiş vəzifə bir kəndirdir ki, boğazıma keçib. Nə vaxta qədər bunu üzümə vuracaqsan? Mən sən demişkən qorxağam, alçağam, zəliləm. Günü sabahdan. Elə günü sabahdan gedib yenidən istefa verəcəm. Elə ki gördün gecə evə gəlmədim, gedərsən zindan keşikçilərinin yanına. Əlbəttə, əgər o vaxta qədər boynumu vurmasalar, bir neçə sikkə verib məndən görüşə bilərsən. Şozəb, sən mənim ərimsən. Mənsə arvadın. Hər nə desən, itaət eləmək mənim borcumdur. Sən istefa vermə, istəmirəm zindana düşəsən. Mən razıyam bu evdə məhbus olub. Sabahdan əgər eşitsən ki, evdən çölə çıxmışam, ayaqlarımı sındırmağa haqqın var. Niyə danışmırsan? Səhər tezdən gəlib burada qapını kəstirmisən ki, vacib işim var. Vacib işim bu idi ki, gəlib mənim üzümə tamaşa eləyəsən. Əcəb, səhv gəlmisən. Bura sənin üçün meyxanə deyil ki, dövrə vurasan, xanım. Oyun oynamağa vaxtım yoxdur. Vacib işim varsa tez söylə və illa işim çoxdur. Dayan, hara! Bu yersiz sükutun mənası nədir? Məni görmək üçün bu qədər israr eləyirdin. İndi məni görüb heç bir söz söyləmədən gedirsən? Sən kimsən? Bir insanın dəyəri nə qədərdir, cənab xəzinədar? Müəmmalı danışma. De görüm sən kimsən və nəyə görə gəlmişsən? Kim olduğumu deyə bilmərəm. Çünki ərim icazə vermir özümü tanıtdırım. Amma niyə gəldiyimi bilmək istəyirsinizsə,
Gönlümə buranı gəzib dolanmaq, Qızılpərəst ləqəbi ilə tanınmış kişini görmək düşmüşdü. İndiki gəzib dolandım və sizi gördüm, daha deyiləsi sözüm yoxdur. Bu iftiraları Kufənin bekar adamları özlərindən çıxarıblar ki, bəlkə bu yolla məni əldən salıb zəiflətsinlər, gücdən salsınlar. Tərslikdən bu böhtanlara dost aldanıb düşmən də. Bəli, mən həqiqətən də qızılpərəstəm. Şükür Allah, elə bir arvadım var ki, qızıldan qiymətlidir və sudan da pakdır. Get, ay şeytanın elçisi! Get, məni yoldan çıxarmaq üçün səni bura göndərənlərə de ki, əmanətlər şozə beytulmalı şir kimi qoruyur və bir tük ucu qədər də kiminsə haqqının tapdalanmasına yol verməyəcək. Afərin Qızılpərəst xəzinədar Şozəbə. Hara gedirsən? Gərək vaxtımı tələf elədiyinə görə cərimə ödəyəsən. Nə qədər ödəməliyəm Qızılpərəst? 100 İraq dinarı səni cərimə eləyirəm ki, biləsən cəmatın vaxtını tələf eləmək nə deməkdir? Saymağın zəhmətini özünüz çəkərsiz. Üzündəki niqabaz görüm kimsən ki, məndən belə cəsarətlə danışırsan? Vay, siz naməhrəmsiz, cənab xəzinədar. Naməhrəmə baxmaq sizə yaraşmaz. Cəsusluğa gələn adamın cəzası rüsvayçılıqdır. Tapşıracağım səni şəhərin darvazası önündə saçlarından assınlar, qoy bütün küfəllər sənə baxıb tamaşa eləsinlər. Mənim abrım sənin üçün su arxı deyil ki, gəlib əl üzünü yuyub gedəsən. Niqabat üzündən, tez! Niqabatçım, qorxmursuz? Nədən qorxmalıyım ki? Bəlkə üzünü yara basıb, olmaya sifətin yanıb. Cənab xəzinədar, israr eləməyin, peşman olarsınız. Peşman olaram. Olmaya qarşımdakı mələklər mələikəsidir. Bu əməllərini saxla ehtiyacı olanlar üçün, eşitdin? Mənim şükür Allaha gözüm toxdur, tox. Nə qədər ki səni cəzalandırmamışam, üzündən niqabı aç, tez ol. Unutma ki, özün istədin. Nə oldu, cənab xəzinədar? Niyə donmusan? İlahi, mən yuxu görürəm. Sən oyaqsan, Şozəb, mənəm, Hümeyra. Hümeyra? Həmin o qadın ki, 15 il onun intizarını çəkmişəm. Ay Allahın bəlası. Bəs niyə indi gəlmisən? Neynəməliydim? Eşitdim rüyalarımın qəhrəmanı. Sevgili məhbubum bir Məsihi qızla ailə qurub. Gəldi məhdimin nişanəsini alıb gedim. Elə bu? Bəs mənim 15 illik intizarımın cavabı nə olacaq? Mən sənin istədiyin yolu tutdum. Elə bir şəxsdən üz döndərdim ki, sən şərt eləmişdin. Bu vəzifə də sənin təyin elədiyin başlığa görədir. Budur 15 illik vəfadarlığın cavabı. İndi də gəlmisən əmanəti alıb gedəsən. Düşünmə ki, təkcə sən əziyyət çəkmisən Şozəb. Mən düz 15 il öz qəbilə və tayfa törələrimin qurbanına çevrildim. Aşiqlik günahıma görə 15 il Bəni Qureyzə Yahudilərinin zindanının əsiri oldum. Elə ki azad oldum, həmin gün sən Məsihi Mariya ilə evləndin. Gəlmisən Məsihi Mariya ilə evlənməyimi əlində bəhanə eləyib başıma qaxınc eləyəsən Yahudi çoban qızı? Neynəməliydim Hümeyra?
Mənim gəzmədiyim səhra qalmadı. Hər yerdə səni axtardım. Düşünürdüm bəlkə bir nişanə, bir ayaq izi, bir əlamət axtarıb taparam. Amma elə bil Hümeyrə bir yuxu və xəyal idi. Mən 15 il ərzində heç bir qadına baxmadım. Səndən bağladığım əhd-peymanın hörmətinə görə. 15 il sənin eşqin olan bu xəzinədarlıqda saçlarımı ağartdım, sənsə gəlmədin. Amma indiki gəlmisən, ürəyimin dərdi dilini eşit, sonra get. Eşidirəm, cənab xəzinədar. Ey keşikçilər! Cənab xəzinədar, inanın ki, mən nə cəsusam, nə də bura sizi dolamağa gəlmişəm. Sadəcə gəlmişdim, neçə illər eşqinin həsrəti ilə Eşidirəm, yaşadığım cənab şəxsi xəzinədar. görüm gedim. Heç kəsə içəri girməyə icazə verməyin. Beytulmalın qapısını bağlayın. Sizə xəbər eləməyincə heç kəs üçün qapını açmayın. Baş üstə. Qalx. Bu mənəm ki, gərək qarşında diz çöküm. Cənab xəzinədar, ayıbdır. Adımıza söz çıxararlar. Əmr edin xəzinənin qapısını açıq qoysunlar. Siz də tez dərdi dilinizi deyin və icazə verin, mən mürəxxəs olum. Ay cadugər. Burada ayıb olası nə var ki? Nə əcəb Yahudi qızından belə sözlər danışır. Bir də ki, ürək sözlərimi sənə danışmaq üçün mənə düz 15 il vaxt lazımdır. Hələ də axırıncı görüşümüz gözümün önündən getməyib. Sən həmişə məni bir əlinlə özünə çəkir, o biri ilə uzaqlaşdırırdın Hümeyrə. Niyə? Hə, bu qadınların zərif adətlərindən biridir. Aşıqın qarşısında tez təslim olmaq, eşqin fatəsini oxumaq kimi bir şeydir. Həmin gün sənin halın heç də ürək açan deyildi. Çaldığın nəğmə də yaman kədərli idi. Həmin gün mənim neyim sanki fəryad eləyirdi Şovzəb. Kaş onun bu fəryadını başa düşərdin. Səncə Şovzəb doğrudan da mənə aşiqdir? Mən buna inanmıram. Niyə görə inanmıram? O mənə aşiq olsaydı Yahudi olardı. Bəli, mənə görə Mövlası Əlidən üst çevirdi, mənə görə Əlinin oğluna xəyanət elədi, mənə görə maliyyatçı oldu. Belə getsə tezliklə xəzinədar da olacaq. Amma hələ də müsəlmandır. İstəyir məni də müsəlman eləsin. Bax belə, o dinini məndən çox istəyir. Bir bax. Qalx, qalx, qorxuz onu. Qalx, qorxuz onu, biraz gülək. Hey, çoban qız! Siz qonağı bu cürə qarşılayırsınız! Əgər bunlar sənin itin olmasaydı, bir qılınc zərbəsiyle işlərini bitirərdim. Hey! Nə olub sənə? Bu yolu yaxşı
yaxşı öyrənmisən maliyyatçı. Daha deyəsən azmırsan. Bu yol eşkin yoludur, Səhra qızı. Aşiq, kör də olsa birbaşa məşuquna tərəf gedəcək. Aman daş ürəkli yarın əlindən ki, aşiqinin pişvazına it göndərib, onu özündən uzaqlaşdırmaq istəyir. Qorxmursan baş götürüb bir dəfəlik gedərəm? Nədən qorxum ay ərəb? Hardan məndə o bəxt? Ay qəddar, ay daş ürək. Yaxşı, ay ərəb. İndi də görün bura hansı xoş xəbərlə gəlmişsən. Hümeyra, inan ki, çox sürətlə irəliyib qabağa gedirəm. Elə şan şöhrət qazanmışam ki, gəl görəsən. Hamı maliyyatçı əmanətdar Şozəbin başına and içir. Səs sorağım Şamma çatıb. Xəzinədarlıq kürsüsünə bax, düz 2 addım qalıb. Çox da özünə güvənmə, özünü öymə, ay məşhur maliyyatçı əmanətdar. Əldə elədiyin bu şöhrətin səbəbkarı Hümeyradır. Əlbəttə ki, belədir. Hümeyra olmasaydı Şozəb indiyə qədər 100 kəfən çürütmüşdü. Hümeyra, hazırlaş tezliklə xəzinəyə əmirlik hökmüm Şamdan gəlib çatacaq. Küfənin qızıl sarayına xoş gəlmisən, çoban qız. Şozəb, mən Səhra qızıyam. Axı Küfənin qızıl sarayında solub ölərəm. Bu qızıl sarayı sənin kəbinindir, Hümeyra. Özün istəmişdin. İstəyirdim, indi istəmirəm. Bu nə zarafatdır məndən edirsən, Hümeyra? Nə zarafat Şozəb? Acı danışmağın, ehtinatsızlığın, bu cür qarşılamağın, yəqin yola salanda da kobudluq eləmək istəyirsən, hə? Axı bir-birimizə söz vermişdik. Bax, bu da nişanəsi. Mən öz sözümün üstündəyəm Şozəb. Sadəcə ağır şərt qoydum ki, görün məni nə qədər sevirsən. İndi gördün? Özü də necə. Allah eləsin təki buna layiq olum. Amma qorxuram Şozəb. Qorxuram mən müsəlman olsam, tayfa və qəbiləm hər ikimizi də öldürər. Kaş sən Yahudi olardın. Nə? Mən Yəhudi olum? Mən? Məyər yiyəsizik ki, bizi öldürsünlər? O zaman ki, mən heç kim idim, onda qorxmağın yeri var idi. Mən tezliklə hökumətin mühüm adamlarından biri olacam. Cürətləri çatırsa gəlib onda çəp-çəp baxsınlar bizə. Sən bilmirsən, mənim qəbiləm dəvə kimi kinlidir Şozəb. Gəl qaçaq. Bu qədər əzab əziyyətdən sonra Səhra qızı. Qorxma, heç nə olmayacaq. Heç bir şeydən nigaran qalma əzizim. İndi isə gözəl bir nəğmə çal ki, yolun yorğunluğu canımdan çıxsın. Yenə də neyin səsi kədərli çıxdı, hə? Biçarə sanki dil açıb fəryad çəkirdi ki, sabahki gündən qorxun. Gizli kinələrdən qorxun. Kör-körana təəssübkeşlikdən qorxun. Amma qürurum yol vermədi, mən bunu eşidim. Hümeyra, sən ərə getmisən? Tutaq ki, ərə getmişəm, neyniyəcəksən? Gərək ərin elə bu dəqiqə təlağını versin. Birdən təlaq verməsə necə? Kələk qurub onu təliyə salıram, pıx-pıx.
O zaman sən dul qalarsan və mənim arvadım olarsan. Heç dəyişməmsən, qabaqlar necə indi də elə danışırsan. Qürurlu və özündən razı. Yaxşı, bəs Məsihi Mariya necə olacaq? Məsihi Mariya arvadımdır. Yahudi Hümeyrə isə eşqim. Yəni deyirsən Mariyanın günüsü olum? Əgər sizin üçün bir müşkülü yoxdursa, şəriət və ürf cəhətdən heç bir qəbahəti yoxdur, halaldır. Düzdür. Amma bir şərtlə ki, hər ikisi ilə də ədalətlə rəftar edəsən. Şozəb, Mariya ilə mənə bir gözlə baxa biləcəksən? Mariyanı çox sevirsən, hə? Əlbəttə ki, Mariya mənim arvadımdır. Körpəmin anasıdır. Tezliklə dünyaya gələcək körpəmin. Onun boynumda haqqı var. Mariya eşqinə görə özünü təhlükəyə atıb kilsənin qanunlarının əleyhinə çıxdı. Onun bu pak eşqini necə unuda bilərəm? Onun zəhmətini dana bilmərəm. Özümü tapmaqda mənə kömək eləyən o oldu. Mariya, axırıncı dəfə sənə deyirəm, nə qədər fürsət var, tövbə elə. Əleyhinə olan sübutlara görə dəqiq bilirəm ki, təəssübkeş keçişlər səni tikə-tikə eləyəcəklər. Başa düşmürəm, bura kilsədir yoxsa sallaxana? Dini hökmlər sənin üçün dirhəm və dinar hesabatı deyil, cənab xəzinədar. Onun günahı mürtədlikdir, hökmü də ölüm. Siz də onun günahında şəriksiz. Bu qədər ağıllı olmağına baxmayaraq yenə də tez aldanırsan Şozəb. Məsihi Mariya hədəfi düz nişan alıb. Hansı hədəf, Hümeyra? Ələvilərə Küfənin sarayında bir cəsus lazım idi ki, ehtiyacları olanda onları himayə eləməyə qalxsın Şozəb. Hə, əmanətdar Şozəbdən yaxşı kim ola bilər? Qəlbən əlinin müridi olan Məsihi Mariyanı atəşli bir eşq bəhanəsi ilə göndərirlər ki, Küfənin məşhur xəzinədarını ələ alıb, həmin şəxsdən Hüseyni müdafiə eləmək üçün zirək bir cəsus hazırlasın. Sən istəmədən və bilmədən şirin cənginə keçmisən Şozəb. Çox qəribədir. Axı bu necə ola bilər? Məsihi Mariya mənim uşağımın anasıdır, Hümeyra. O dəfələrlə məndən israrla tələb eləyib ki, istefa verim. Küfənin sarayında xidmət eləməyim. Bəli. Məsihi Mariya öz işini yaxşı bilir Şozəb. O elə eləməli idi ki, sən ona və onun məmuriyyətinə zərrə qədər də şəkk eləməyəsən. Niyə mən? Niyə Mariya? Mən sizdə muradımdan bir nişanə tapdım ki, adı Əlidir. Əli? Bəli, sərvərim, Əli. Məqsədin hansı Əlidir? Ləqəbi Heydər və Əbu Turab olan. Sən Əlini hardan tanıyırsan? Əli mənə atalıq eləyib. Dünyanın işinə bax. Səhv eləmişsən ki, Mariya. Yox, sərvərim, səhv eləmirəm. Sən Məsihi rahibəsən, Mariya. Sənin inandığın İsa Məsihdir, Əli yox. Bu inam günahını daha da ağırlaşdıracaq. Mən kilsədə yalnız Məsihin təlimlərini öyrənmişəm. İsanı Əli ilə tanımışam. Məsihi mənə tanıdan o olub. Hümeyrə, getmə. Hardan bilim ki, Mariyanın barəsində dediklərin doğrudur. Allah eləsin təki yalan olsun. Əmin olmaq üçün yoxlaya bilərsən Şozəb. Necə yoxlaya bilərəm? Bir qadının eşqi, dini
Allah və Peyğəmbəri onun röyalarının kişisidir. Əlbəttə, siz kişiləri bilmirəm. Mən qadın olduğuma görə və qadınları yaxşı tanıdığıma görə düşünürəm ki, qadının hər bir şeyi onun eşqidir. Əgər sən Məsihi Mariyanın eşqisənsə, heç vaxt səni Hüseynə və onun tərəfdarı olmasına satmaz. O mənə mütidir. Hər nə desəm onu da eləyər. Lap yaxşı, Allaha min şükür. Görünür onda mənim bu bədbinliyim paxıllıqdan irəli gəlir. Bu da qadınların bir xəstəliyidir. Bəzi vaxtlar öz rəqibimizi görməyə gözümüz olmur. Mübarəkdir Mariya ilə qurduğun ailə həyatı və tezliklə dünyaya göz açacaq körpə oğlun və ya qızın. Allah onu hər ikinizə bağışlasın. İcazənlə. Məni görməyə yenə gələcəksən? Bilmirəm. Allah bilən məsləhətdir. Hümeyra. Bilirəm Şoğuzəb. Ərim barədə soruşmaq istəyirsən. Ərim bir neçə gün bundan qabaq dünyasını dəyişdi. Biz Allaha məxsusuq və onun yanına qayıdacağıq. Başın sağ olsun. Məni öz qəmində şərik hesab elə. Çox sağ ol Şoğuzəb. Hümeyra. Mən istəmirəm Məsihi Mariyanın xoşbəxtliyini öz istəyimə fəda eləyim. Bəs niyə gəlmisən? Niyə gəlib kül altında sönmüş atəşi yenidən alovlandırdın? Bu atəş kül olub, sönüb. Yanan atəşin nişanəsi olar Şoğuzəb. Hanı Davud ulduzu? Onu məhv elədim. Çünki o məni məhv eləyirdi, Hümeyra. Sən Davud ulduzunu məhv eləməklə həqiqətdə məni öldürdün. Mən sənin ürəyində ölmüşəm. Sən istəyirsən ölü yenidən dirilsin? Uşaqlıq eləmə, Hümeyra. O nişanə ruhsuz bir əşya idi. Ruhu və canı olan sənin adın və sevgindir ki, qəlbimin lövhəsinə həkk olmuşdu. Düşünürdüm Davud ulduzunu məhv eləməklə sənin adını, nişanəni də qəlbimdən bir dəfəlik silib ata bilərəm. Amma olmadı Hümeyra. Sən silinmədin. Həmin çoban qiyafəsi ilə, odlu baxışlarınla, gülər üzünlə qəlbimdə qaldın. Mən neçə dəfələrlə səni Məsihi Mariyanın yerində görürdüm. Onda xoşalına Məsihi Mariyanın. Axı sən də ərə getmisən. Bəli. Amma soruşmadın nə vaxt? Soruşmadın niyə? Mən sənin Mariya ilə evlənməyindən 40 gün sonra ərə getdim. Mən eşqimizin 40 gün yasını saxlamışam. Mən təzə ərə getmişdim ki, ərim dünyasını dəyişdi. Əynimdəki bu qara paltarı ərimə yas saxlamaq üçün yox, ölən eşqimizin yası üçün geyinmişəm. 15 il işgəncəsini çəkdiyim eşqin. Hümeyra, mən taleyin qurbanı olmuşam. Sən ki, mənim və Mariyanın barəsində hər şeyi bilirsən. Bəlkə də mənim Mariya ilə evlənməyim sənin azadlığın və bizim yenidən görüşməyimiz üçün bir bəhanə olub. Bu görüşü həmişə arzulamışam. Mariyanın günüsü olmursansa olma. Mənə ərə gəlmirsənsə gəlmə. Bir qadının həyatını darmadağın eləmirsənsə eləmə. Amma görüşünü məndən əsirgəmə. Əgər məni görməyə gəlmək çətindirsə, ünvan ver, mən özüm sənin görüşünə gəlim.
Hümeyra, Bəli xalacan. bayaqdan hardaydın? Ölənlərimdən birinin cənazəsi üstə Fatih oxumağa getmişdim. Yəqin görbagör olmuş ölümün sənin Fatihənə ehtiyacı var idi. Nəfəsimə ehtiyacı var idi xalacan. Nəfəsim cənazəyə dəyən kimi dirildi. Yaxşı, yaxşı. Yaxşı olar o Fatihəni özün üçün oxuyasan ki, çox ehtiyacın var. İşində tənbəlsən, dildə də ki pəhləvan. Bizi də heç adam yerinə qoymursan. Bəlkə sabahdan mətbəx işinə sən rəhbərlik eləyəsən, biz də qarşında dayanıb əmrini gözləyək. Yox xalacan. Mətbəxdə rəhbərlik anadan xidmətçi doğulanlara yaraşır. Necə? Bir də ki kim tənbəllik eləyir? Mənə tapşırdığın iş heç vaxt yerdə qalmayıb. Niyə bu qədər əl-ayağıma dolaşırsan? Pah, 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 pah. Dilinə bax bir bunun. Çörəyi dizinin üstündə olan yaxşılığımın əvəzi budur. Gəldim savab eləyim, kabab oldum. Bura bax ay qız. Bu mətbəx naz qəmzəli xidmətçilərin yeri deyil, bildin? Belə işləyəcəksənsə azadsan. Gözlərin günəş işığı kimi parıldayır ay canı yanmış. Nə xəbər? Bir tufan qopartdım ki, o dili lal olmuş, yerində quruyub qalmış, yarpaq təksi olmuş biçarə, yəni cənab xəzinədar. İndi arvadından bezib, ürəyinə təzə eşq düşüb. Yerin məlum hürrəkaş görəydin. Ay canı yanmış. Elə bir dəfəli ürəyinə xəncər sancıb, rahat eləyərdin onu da. Yaxşı, bəs bu arvadla niyə söz güləşdirirdin? Ona belə lazım idi hürrə. Məyər başımıza az qaxıncı olub, mən gedirəm hürrə. İşini qutaran kimi Məsih-i Mariyaya bir baş çək, tez də qayıt. Az qalıb tezliklə bu qabqacağın, qazanın, yeməyin tüstüsündən canımız qutaracaq. Yaxşı dayan görüm, hara belə tələsirsən? Görmədin bu başı batmış xala məni işdən azad elədi? Gördüm. Çalış özünü şübhələndirməyəsən. Bu deyingən arvaddan yaxa qutarmaq lazımdır, yoxsa işimiz düyünə düşər. Hürrə, birdən bizim məqsədimizdən xəbərdar olar ha. Əgər sən danışmasan, mənim dilim ağzımda laldı. Ay sənin o lal dilinə qurban olum mən. باور کن تنها ماندی دلا Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین